Xəstə qapaq əməliyyatından sonra lazımlı qandırıcı dərmanlarını içmədiyinə görə həmin qapaqda tromb yaranmışdı və həmin qapağın funksiyasını məhdudlaşdırmışdı. Təcili əməliyyat lazımdır bu halda. Hardasa 1 saatdan 5 saata qədər ürəyin preparasiyası gedə bilər və bu çox təhlükəli bir prosesdir. Yəni orada bütün ürək, bütün yanaşı orqanlara yapışdığına görə ayrılma prosesi çox çətindir. Şükür Allah'a icra elədik. Qapaq normal olaraq yenə işləyir. Amma ki, qandırıcı dərmanlar lazımdırsa və həkim tərəfindən yazılıbsa, bunu həkimə demədən dayandırmaq olmaz. Həmin dərmanlar yoxdursa, həkimlə məsləhətləşib onun əvəz edici dərmanını içmək lazımdır.